Salam, hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim videoda mürəkkəb sözlər mövzusu ilə bağlı olacaq. 3-cü sinif səviyyəsində olacaq. Gəlin vaxt itirmədən ilk öncə mürəkkəb sözlərin nə olduğunu öyrənək, daha sonra isə testlər və çalışmalar üzərində mürəkkəb sözləri daha möhkəmləndirək, daha doğrusu. Gəlin vaxt itirmədən başlayaq. Amma ilk öncə başlamadan onu deyim ki, videolar faydalıdırsa kanalımıza abunə olmağı, videoları bəyənməyi və ətrafdakı dostlarınızla bölüşməyi unutmayın. Gəlin başlayaq mürəkkəb sözün nə olduğunu öyrənməyə. Mürəkkəb sözlər iki və daha artıq sözün birləşməsindən əmələ gələn, yeni məna bildirən sözlərə deyilir. Məsələn, ağac dələn, ev eşik, daha sonra barama qurdu və s. Mürəkkəb sözlər, uşaqlar. Mürəkkəb sözlər bitişik, defislə və ayrı yazılır. Bitişik, defis və ayrı yazılır. Mürəkkəb sözlər bitişik, defis və ayrı yazılır. Baxın, onu yadınızda saxlayın ki, düzdür, sizin sinif səviyyəsində olmasa da sadəcə qeyd edim özünüz üçün bilin bunu. İsim və sifətlərdən ayrı yazılan mürəkkəb söz yoxdur. Sadəcə feillərdə var. Baxın, isim və sifət üçün ayrı yazılan mürəkkəb söz yoxdur. Bitişik və defislə yazılan mürəkkəb sözlər əsl mürəkkəb sözlər hesab olunur. Bitişiklə, defislə yazılan mürəkkəb sözlər əsl mürəkkəb sözlər hesab olunur. Ayrı yazılan mürəkkəb sözlər isə tərkibi, yəni mürəkkəb sözlər hesab olunur. Bunu yadınızda saxlayın. Mürəkkəb sözlərin yazılışından tirə yox, defis işarəsindən istifadə olunur. Bax, tirə deyil, onun adı defis işarəsidir. Biz xətti qoyuruq, deyirik ki, tirə deyil o, defis işarəsidir. Daha sonra, mürəkkəb sözün tərkibində leksik şəkilçi də işlənə bilər. Qrammatik şəkilçi də işlənə bilər. Lakin onun quruluşuna təsir etmir. Baxın, əgər bir sözdə, tutaq ki, qoy bir dənə bunu silim, daha sonra. Deməli, uşaqlar, mürəkkəb sözün tərkibində leksik şəkilçi də işlənə bilər. Bu, sözün quruluşuna təsir etmir. Yəni, söz yenə də mürəkkəb söz olaraq qalır. Məsələn, xoşbəxt sözünə baxırıq. Xoşbəxtlik. Məsələn, burada xoş bir dənə kökdür, bəxt bir dənə kökdür, lik də leksik şəkilçidir. Xoşbəxt sözü mürəkkəb sözdür, lik də düzəltmə leksik şəkilçidir, düzəltmə söz yaranıb. Yəni, bir tərəfi sadə, bir tərəfi düzəltmə söz birləşib olub mürəkkəb söz. Yəni, sözdə qrammatik və ya leksik şəkilçi olsa da, o sözün quruluşu, yəni əgər mürəkkəb sözün tərkibindədirsə, o söz yenə də mürəkkəb söz olaraq qalır. Yəni, biz ona götürüb indi bu sözə, burada belə deyək də, bu sözün tərkibində leksik şəkilçi var deyə biz buna deyə bilmərik ki, bu düzəltmə sözdür. Axı, bu iki kökdən ibarət birləşmiş bir mürəkkəb sözdür. Lik şəkilçisi də burada düzəltmə olduğuna görə söz elə birbaşa olur mürəkkəb söz. Daha sonra, mürəkkəb sözlər, daha sonra sizə nə aiddir onları deyim. Biz bilirik ki, mürəkkəb sözlər, başda da qeyd etdiyim kimi, bir neçə yolla düzəlir. 2, bəzən 3 müxtəlif mənalı sözün birləşməsindən yaranır. Məsələn, belə deyək də, əl üz yuyan. Baxın, əl üz yuyan. Baxın, əl üz yuyan sözü bir dənə, 2 dənə, yumaq da yuyan. 3 sözün birləşməsindən yaranıb. Axı, mən başda dedim, mürəkkəb sözlər 2 və daha artıq sözün birləşməsindən əmələ gəlir. Baxın, görürsünüz, 3 sözün birləşməsindən əmələ gəldi. Sonra yazıram bura uca boy. Uca bir sözdür, boy da bir söz. 2 sadə söz birləşib, mürəkkəb söz əmələ gətirib. Yaxın mənalı sözlərin birləşməsi ilə. Yaxın mənalı sözlərin birləşməsi, məsələn, belə deyək də, yorğan döşək, kitab dəftər, daha taxta şalban, it bat və s.
Eyni sözün təkrarı ilə ən çox istifadə, yəni ibtidai siniflərdə ən çox istifadə olunan, yəni ən çox yadda qalan bu sözləri tez-tez, gec-gec, səhər-səhər, yavaş-yavaş və s. hamısını yazmıram ki, vaxt getməsin. Daha sonra müxtəlif mənalı sözlərin birləşməsindən yaranan. Məsəl üçün, istiot, özbaşınalıq, bugünkü, daha sonra üzü yola və s. Daha sonra arasında uşaqların ən çox çaşdığı yer buradır. Baxın, indi qoy bunu yazım ki, göz yaddaşınıza da vurun. Ba, bə, ha, a, ə. Bitişdiricilərin köməyi ilə yaranan mürəkkəb sözlər var. Məsəl üçün, qaça-qaç. Qaça-qaç. Deyirəm ki, qaça-qaç düşdü. Qaç və qaçı birləşdirən a bitişdiricidir. Vur-ha-vur. Vur-ha-vur. Baxın, vurla vuru birləşdirən ha bitişdiricisidir. Daha sonra tərəflərdən biri ayrılıqda işlənə bilməyən. Məsəl üçün, uşaq deyir ki, bu necə mürəkkəb söz olur ki, axı ayrılıqda bir söz, onun heç bir mənası yoxdur. Ay, sağ ol. Bunun tərifi də budur ki, tərəflərdən biri ayrılıqda işlənə bilməyən sözlərdən əmələ gələn. Məsələn, kağız-koğuz, az-maz, çör-çöp və s. İndi sizə bu qədər yetərlidir uşaqlar. Çünki sizə digər qaydalar da var. Tərkibində qeyri sözün köməyi ilə yarananlar var. İzafət tərkibləri ilə var. Onlar sizlərə aid deyil. Ona görə də sizə bu qədər yetərlidir. İndi baxaq testlərinə. Aha, uşaqlar, gəlin testinə baxaq. Testlərdə elə birinci sualdan başlayaq. Hansı insan adı mürəkkəb sözdür? Baxaq, sevinc. Sevinc də elə bir kökdür. Kənan bir kökdür. Əhməd bir kökdür. Aysu. Ay və su birləşib Aysu adını, yəni mürəkkəb sözünü əmələ gətirib. İkinci suala baxırıq. Hansı mürəkkəb söz sifət sxeminə uyğundur? Yəni hər iki tərəfi sifətdir. 3 bucaq. 3 burada saydı, ona görə götürə bilmərik. Ev, eşik, isimdir, götürə bilmərik. Dost, tanış, yenə də isimdir, götürə bilmərik. Uzun, necə, saçlı, necə? Baxın, iki sifət birləşib bir dənə mürəkkəb söz əmələ gətirib. Cavab C variantı. Uşaqlar, bu arada əgər faydalıdırsa, videonu bəyənməyi unutmayın. Bu arada videoların davamlı olmasını istəyirsinizsə, şərh bölməsində yaza bilərsiniz. Üçüncü sualda bizə deyir ki, hansı mürəkkəb söz deyil? Baxırıq. Yarpaq mürəkkəb deyil, sadə sözdür. Ağac və dələn sözü birləşib ağac dələn əmələ gətirir. Kəklik otu iki kökdən ibarətdir. 3 rəngli. Burada da həmçinin. Yəni cavabımız olacaq A variantı. 4-də deyir, hansı mürəkkəb sözün yaranma yollarına aiddir? Yaxın mənalı sözlərin birləşməsi ilə yaranır. Elə dost, tanış, ev, eşik və s. Eyni sözün təkrarı ilə bundan da yaranır. Necə? Tez-tez, gec-gec və s. Müxtəlif mənalı sözlərin birləşməsi ilə. Bəli, it burnu. Yeni söz yaradan şəkilçilər vasitəsilə. Bəs biz dedik axı, Yeni söz yaradan şəkilçilər də olsa sözün tərkibində söz yenə də mürəkkəb söz olaraq qalır. Yəni bu bizə aid deyil. Cavabımız olacaq D variantı. 5-də deyir, verilmiş sözlərdən neçəsi mürəkkəb sözdür? Açıq-aşkar bir dənə, səliqəli düzəltmə sözdür, hazır sadədir, az-çox mürəkkəb, günəbaxan mürəkkəb, məskən də sadə sözdür. Cavabımız olacaq 3 dənə A variantı. 6-da bizə deyir ki, ümidvaram ki, uşaqlar başa düşürsünüz. Hansı hissəni başa düşməsəniz, rəy bölməsində yazın. Mən yenidən sizə kömək etməyə çalışacağam. Eyni sözün təkrarından, bu arada özünüz üçün qeyd aparmağı da unutmayın. Elə daha rahat olur, elə daha effektiv olur. Eyni sözün təkrarından yaranan mürəkkəb söz hansıdır? Sir və daş xeyir və sirdaş ümumiyyətlə deyil, gecə-gündüz əksdir, söz-söhbət. Yaxın mənalıdır, eyni sözün təkrarı gec-gec olmuş olacaq. 7-də deyir, hansı cümlədə mürəkkəb sözü yoxdur? Adil acıgöz pişiyə yemək verdi. Acıgöz burada mürəkkəbdir. Müəllim bizi kitabxanaya apardı. Müəllim sadə. Ümumiyyətlə burada bir düzəltmə var. Yəni burada mürəkkəb söz yoxdur. Cavabımız olacaq B variantı. Qardaşım çör-çöpü yerdən yığdı. Çör-çöp. Samir çox soyuqqanlı. Soyuqqanlı burada da var. Olmayan istəyirsə B variantı olmuş olacaq. 8-də deyir, verilmiş şəkil adı bildirən hansı
sözü hansı sözlə birləşdirsək mürəkkəb söz yaranar? Gül qulaq olmaz, balıq qulağı bəli var. Cavabımız olacaq B variantı. Qırmızı olmaz, çiçək olmaz. Yaxın mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb söz hansıdır? Meyvə bir tərəfi ayrılıqda işlənə bilməyən mürəkkəb sözdür. Xoşbəxt ayrı-ayrı sözlərdəndir, yəni müxtəlif mənalı sözlərdən yaranmışdır. Tez-tez eyni sözün təkrarı ilə yaranmışdır. Yaxın mənalı istəyir, ona görə dost tanış olacaq D variantı. Eniş yoxuş, az-çox, səbətdəki düzəltmədir, gəmiçi düzəltmədir, yoldaşlıq düzəltmədir. Deməli olacaq dəvə-dabanı, yəni mürəkkəb sözü istəyir. Cavab B variantı. Keçək digər səhifəyə, çalışmalara. Mürəkkəb sözləridir, işarələri. Yorğan döşək, birlik ola bilməz. Qələmqabı, toz soran, günorta, ağıllı. Deməli bu olacaq. Birlik və ağıllıdan başqa bütün sözlər mürəkkəb söz adlanır. Verilmiş sözlərdə mürəkkəb sözlər yaradın və cümlədə işlədin. Baxaq. Nəvə, nəticə. Dost, tanış. Adət, ənənə, gözəl, göyçək. Bu formada olmuş olacaq. Cümlədə işlədin. İndi cümlə özünüzə qalıb. Nə formada istəyirsiniz? Bu sözlərə aid cümlə qura bilərsiniz. Deməli, keçək digərinə. Aha, verilmiş nümunəyə uyğun mürəkkəb sözlər yazın. Yaxşı, say isim haqda 4 künc yazıb. İsim sifət haqda yazaq suyu şirin. Suyu şirin. İsim. İt burnu. İt burnu. Sifət isim. Uca boylu. Yox, uca boylu alınmayacaq. Balaca boy. Balaca boy. Sifət. Nə yaza bilərik bura sifətə? Deməli, nə yaza bilərik burada? Bir siz düşünün, bir də mən düşünüm. Yaza bilərik gözəl göyçək. Gözəl göyçək. Verilmiş cümlələrdə mürəkkəb sözləri tapın və onların altından xətt çəkin. Uşaqlar həyətdə toz torpaq içində gəlmişdi. Biz qardaşımla yığdığımız meyvələri az-az yedik. Onun sinəsində yer göy lərzəyə gəldi. Şagird kitab dəftərlərini yığıb evə yollandı. 5-də deyir verilmiş sözlərə elə sözlər əlavə edib yazın ki, həmin sözlərin ayrılıqda mənası olmasın. Əyri-üyrü. Qab, qacaq. Dəmir-dümür. Artıq-urtuq yaza bilərsiniz. Keçək digər səhifəyə. Digər səhifədə deməli deyir ki, şəkil adlarından mürəkkəb sözlər düzəldib yazın. Yaxşı. Şəkil adlarından deməli it burnu, ikincisi dağ keçisi, ayaqqabı, dəvə quşu, balıq qulağı, su iti və s. Uyğunluğu müəyyən. Tez-tez eyni, daha doğrusu gec-tez əks mənalı sözlərin birləşməsindən. Göz, muncuğu, müxtəlif mənalı. Oğul-uşaq yaxın mənalı, az-az da eyni sözün təkrarı ilə olmuş olacaq. Cümlələrdə mürəkkəb sözlərin altından xətt çəkin. Arif dərsi bitirdikdən sonra kitab dəftərini yığdı. Tez-tez, it burnu, kağız-küğüz. Bu formada olmuş olacaq. 9-da isə bizə deyir ki, əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözləri işarələyin. Əks mənalı deyirsə az-çox, gec-tez, kol-köz aid deyil. Deməli olacaq az-çox və gec-tez. Onda nöqtələrin yerinə mürəkkəb söz yazıb cümlələri tamamlayın. Həyətimizdəki güllər göz oxşayırdı. Rəngbərəng güllər göz oxşayırdı. Onlar bu xəbəri eşidən kimi qaça-qaç düşdü. Ucqar kəndlərə tez-tez qar yağır. Daha sonra hansı qaldı? Acgöz it bütün yeməyi dağıtdı. Acgöz it bütün yeməyi dağıtdı. Deməli uşaqlar, video izahımız bu qədərdir. Ümidvaram ki, bəyəndiniz və video faydalı oldu. Faydalı oldusa, yenə də deyirəm, videonu bəyənməyi, dostlarınızla bölüşməyi və şərh bölməsində hansı mövzuların izahını istədiyinizi qeyd edib yaza bilərsiniz. Bugünlük izahımız bu qədər. Hələlik.